Salam əziz izləyicilər, mən bugün sizə depressiya halından, vəziyyətindən necə çıxa bilərsiniz? Bu barədə danışmaq istəyirəm. Ümumiyyətlə, hal-hazırki dövrdə bir çox insanı biz depressiv vəziyyətdə görə bilərik. Evdə, qapalı mühitlərdə oturmaq, eyni zamanda işsizliyin artması, bu depressiv hal vəziyyətinə gedib çıxaran bir durumdur. Depressiya nədir? Biraz da bu barədə danışaq. Ümumiyyətlə, depressiya insanın həm iş mühitinə, həm şəxsi həyatına mane olan bir hal vəziyyətdir, ruh halıdır və bu sizi sanki nə qədər irəli getmək istəsəz də geriyə atan bir vəziyyətdir. Və siz nə qədər istəyirsiniz ki, bu quyudan, bu vəziyyətdən çıxasınız, amma çıxa bilmirsiniz. Necə çıxacağınızı özünüz də bilmirsiniz. Bax elə biz bu videoda həmin o yollardan danışacağıq ki, necə çıxa bilərsiniz siz bu depressiyadan. İlk növbədə açıq havada oturmaq, sanki həyatın maksimum dərəcədə həzzini almaq, bu sizə həqiqətən də çox yaxşı təsir göstərəcək. Çalışmalısınız ki, sevdiyiniz hansı məşğuliyyətlər varsa, gün ərzində ancaq onları eləməlisiniz. Ta ki, yaxşı hiss eləyənə qədər bunu eləməlisiniz. Gəzintilərə çıxmalısınız, çalışmalısınız ki, həmin gəzintidə stresi çıxartmaq üçün tərləyəsiniz, qaçış eləyəsiniz və həmin o kortizolu, stresi atandan sonra sizdə xoşbəxtlik hormonu artmağa başlayacaq və siz özünüzü yaxşı hiss etməyə başlayacaqsınız. Həyatın dadını çıxarmağa çalışmaq, yəni həzz almağa çalışmaq həyatdan. Həyatda oturmaq, məsələn, səmaya baxmaq, ağacları seyr eləmək, suyun axışını, quşları seyr etmək və həyatın sanki axışını seyr etmək sizin də yaşamın bir parçası olduğunuzu xatırladacaq sizə. Və bundan sonra özünüzü çox yaxşı hiss edəcəksiniz. Sanki həyatda olduğunuzun nə qədər gözəl bir şey olduğunu fərqinə varacaqsınız. Bu sizə həqiqətən də motivasiya verəcək, eyni zamanda stressinizi daha aşağı salmağa kömək eləyəcək. Bundan başqa işləməyə çalışmaq, işə gedib gəlmək, məsələn, harasa gedib gəlmək davamlı olaraq, yəni bunun üçün bəzənmək, özünüzə baxımlı qalmaq, məcburi olaraq da olsa baxımlı qalmağa çalışmaq sizin motivasiyanızı artıracaq. Depressiyalı hal vəziyyətlərdə insanlar özünə baxmaq istəmir, başı qarışır öz hal vəziyyətinə. Buna görə də özü də yaddan çıxmağa başlayır yavaş-yavaş və bu onun ruh hal vəziyyətinə daha da pis təsir eləməyə başlayır. Buna görə də deyirəm ki, gün ərzində məsəl üçün ya dərs olsun, kurs olsun və yaxud da fərqi yoxdur, hər hansı bir iş olsun, oraya gedib gəlmək, məsəl üçün gündəlik olaraq sizin ruhsal olaraq özünüzü daha vacibdə hiss eləməyinizə səbəb olacaq. Depressiyada olanda sizin real həyata dönməyiniz çox önəmlidir. Yəni siz orada özünüzə çox qapanırsınız. Burada sanki sosiallaşmağınız sizə yaxşı təsir göstərəcək. Yəni hər hansı bir yaxınınızı tapıb həmin yaxınınızla söhbət eləmək sizi sanki yaşamın bir parçası kimi hiss elətdirəcək. Buna görə siz özünüzü daha yaxşı hiss eləyəcəksiniz. Yəni bütün bu dediklərimi sadəcə bir gün eləməklə təbii ki, siz yaşama qayıda bilməzsiniz. Yəni özünüzü yaxşı hiss eləmək üçün gündəlik olaraq, məsəl üçün 5 gün, 10 gün, 20 gün, hətta 1 ay, 2-3 ay, yəni mütəmadi olaraq bunları eləməlisiniz ki, daha yaxşı hiss eləyəsiniz. Eyni zamanda probleminizi hər kəslə paylaşmamaq. Yəni mən çox pisəm, mən özümü çox bədxah hiss eləyirəm, ruh halım, vəziyyətim çox pisdir. Bu barədə hər kəsə danışmamaq, sadəcə söhbət eləməyə çalışmaq. Yəni adi bir söhbət sanki sizi yaxşı hiss elətdirəcək. Burada hökmən deyil ki, siz ruh halınızın pis olması ilə bağlı söhbət edəsiniz. Burada hər şeydən, həyatdan, həyatınızın gedişindən söhbət edə bilərsiniz. Mənim videom bu qədər. Sağ olun. Gələn videolarımızda inşallah görüşənədək.